Haçemlikləri 30'durdu. İndi raxlatqanı qoyuruq. Raxlatqanı qoyuruq və valı 30. Burada fikir vermək lazımdır ki, bunları qaçmasın yerindən. Şurupları da bağlayırıq. Şurupları sıxanda heç vaxt ardıcıl sıxmayın, paralel sıxın. Biraz az bağlayırıq, sonra biraz sıxırıq, paralel sıxırıq. Və valı yoxlayırıq. Valın gedişatını yoxlayırıq. Görürsünüz, bu rahat fırlanmalıdır. Bir də valı da vurmalıyıq ki, o öz yerini tutsun. Sonra təzədən sıxırıq. Sonra o birisi şurupları da bağlayırıq.